Dırnaq arasının kommentlərdə elədiyim şey, bıçaqlaşma, tapanca ilə vurma, hamı rejissorda, misioneri yazır və s. Bıçaqla əlaqəli bilməli olduğumuz nələr var və hansılar düzdür, hansılar düz deyil. Əsas məsələ odur ki, soyuq silahda, odlu silahda buna axmaq adam da başa düşür, çox təhlükəli. Profesional onlardan da çox başa düşür, daha təhlükəli. Özünü aldadanları qoyuram qırağa. Əsl profesionallar bilir ki, bu həqiqətən də təhlükəli məsələ. Çünki sən yumruqda, təpikdə və yaxud da güləşdə hər hansı xüsusi ölüm təhdidi ilə qarşılaşmırsan. Bir yumruq sənə dəyir, birini sən vurursan. İki dənə təpik sənə dəyir, birini də sən vurursan. Nəsə bir mübarizən, şansın var və vəziyyətimiz eynidir. Söhbət bıçaqdan gələndə, bıçaq bilinmir hansı istiqamətdən gəlir, belə mi gəlir, nümunələr ver, belə mi gəlir, keşici mi gəlir, yuxarıdan mı gəlir, zaxvat tutub, bıçağımı vurur, qorxudur mu, nə bilim, arxadan tutub, bıçağı saxlayıb mı desə, hər şey ola bilər, istənilən situasiya ola bilər. Bunun hamısına %100 hazırlaşmaq mümkün deyil. Amma bir dənə məsələ var. Hər hansı bir vəziyyətə düşəndə ki, sən qısılmısan, qaçış yeri yox, hamı deyir, bıçağı gördün, qaçma da razı edir. Burası da deyirdi ki, qılıncı gördüksə qaçmaq lazım. Qılıncdan sürətli olmayacaqsan, ya da qılıncı yumruq vurur. Silah fərqi var, səviyyə fərqi var. Bıçağı gördün, əlbəttə qaçmalısan, üzr istəməlisən, çəkilməlisən, lazım deyil falan. Amma bir dənə situasiya var ki, yanında sənin yaxınların olur. Davay qaçaq bir yerdə elə bilməzsin. Olay heç olmaz qaçmalı, sən döyüşməlisən. Vəziyyət bunu tələb edir. Və yaxud da o qaçış yeri yoxdur, arxadır, ibaradır. Çox, qalmırsan, bilirsən ki, bu adamdan öldürməyə gəlir. Sən nə zarafatlar öldürməyə gəlir. Bu durumda heç nə bilməməyimiz daha üstün haldır. Yoxsa nəsə bilib ən azından cəhd eləməkdir. Həmin vaxtı o adam milyon% əmindir ki, mən gərək məşqə də gedərdim, mən gərək prezidentlər məşq edərdim. Naxaq mən vəziyyətə düşündü, heç nə bilmirəm, çoxacaq gedəcəm. Ona görə də bilmək ayıb deyil. Sadəcə bəzi müəllimlərin ucbatına belə eləyəndə belə olur, elə eləyəndə elə olur, 100% belə olur deyirlər deyə. Cəmaat olan üçün bütün rəy qarışır bir-birinə ki, bıçaqdan müdafiə yoxdur, bir deyir yox, var, bir belədir, bir deyir belədir. Mən öz statistikamla deyim, mənə bıçaqla hücum oldu. Mənə oldu silahdan oldu. Əli-bayaq olur, zaxvat olur, qorumuşum, dalaşmışım, bunlar olur. Bıçaqla şəxsən mən oldu. Onu bıçaqla mənim narıncı kəmər tələbəmə hücum. Və o özünü qoruyub, bıçağı əlindən alıb oxusun, o üstünə gözünü qılıb partladı. Qorxa-qorxa da yanıma gəlmişdir ki, bəs mənə şikayət eləməzlər. Deyəm, sən özünü bıçaqdan qorumsan, bu son zərbə tamda özünü müdafiə eləmişsin. Sən onun gözünü də patlayırsan, başını da patlayırsan, heç bir qatil yoxdur, adam sənə soru sılan verir. Adam özünü qoruya bilmişdi, çox düşmüşdü, təcrübəsi yoxdur. Amma bu fəndi yadında mı qalmış? Nə idi? Çox uğurlu eləmişdi, çox müdafiə olunur. Və bu mənim üçün istənilən qızıl medaldan da vacib bir şeydir ki, insan həyatını qoruya bilsin. Biz xüsusi ssenarilər üzrə sizlərə deyə bilərik ki, bu vəziyyətdə gələrsə nə işləyə bilərsiniz? Belə gəlsin nə işləyə bilərsiniz? Bunu da sadəcə görürsən, amma bıçaqla da xüsusi məşqlər lazımdır. Yəni, bıçaq gəlirsə, ilk dəfə sən bunu belə tutsan, görürsən ki, bu girdi bu. Bu deməli bu lazımdır. Gəlir, belə eləyirsən, görürsən ki, yenə gəlib bıçaq eləmişsin. Ondan sonra faizmə öyrədir ki, qırağa çıx. Sən başa düşsən ki, belə eləmədin. Sonra bunu o qədər işləməlisən ki, bıçaq aniden hücum gələndə sən onu eləyə bilərsən. Düşünməyə vaxt yox. Burada hər şey reflekslə var. Deməli, bu tərəfini göstərək. Bu versiyada ikisi göstərir. Bıçaq ən əsas məsələ, o vaxtı burada da göstərmişdim, polis orqanlarında da. Bıçaq gələndə onun önündə durmamaq lazım. Yəni, mən bunun önündə durup qoruyacım özüm eləməm. Eyni xəttəyim, bıçağı qaldırdıqca yaxınlaşır və gəldi, çatdı. O, bu xəttin üstünə dura bilməli. Gəlirsə, belə eləsən də bu gəlib bura çatacaq. 45 dərəcə çıxmalıyım bir az. Və orqanları uzaqlaşdırmalıyım. Bıçaq bir hafta qalsın. Hop, gəldi. Bundan sonra bıçağı aldı. Biz aldıq. Bu senaryoda bunu işləyir. Amma sizə başqa bir senaryo verəcəm. Bu biraz çəkilir. Düz olursa çəkilir. Asan bıçaq dedikdə düzünə olan senaryo. Yenə deyirəm, bıçaq belə də gələ bilər, belə də ola bilər, belə o bilmirsən. Bu artıq sənin təcrübəni və oradakı vəziyyətdən asılır. Qabağındakı bıçaq qabiliyyətindən asılır. Bəlkə o bıçaq tutasın məsələsi. Düzünə bıçaq zərbəsi. Bu zaman nə edir? Yenə hücum xəttinə yaymalıyıq. Bir. O ən əsas məsələ.
Çünkü ben onun qabağında durup burada fokus eləməsizim. Değiştirmez. Hücum xəttindən bacarıcılığım qədər özüm yaymalıyım. Biraz da uzaqlaşdırmalıyım. Bir. Buradan. Göstərik. Sağ gəldi. 2. Burada deməli, indi mən hələ ki şillə olaraq göstərəm ki, rəqibimizi göz dağılmış. Gəlir. Deməli, buradan indirəm. Həm yönəldirəm, həm də sağ əlimlə qolunu bloklayıram. Bloklamaq nə forma? Mən bunu prosto belə tutsam və buradan nəsə eləmək istəsəm. Onun qolu əslində açıqdadır. O bura belə qolur. Və batdı və başladı münaqişə. Tam zərərsizləşdirmək üçün burada insan anatomiyasından bu özünə kəşf eləmirəm. Dirsəyini ovucumuzun içinə qoyurum. Doğram. Və bıçaqlayıram. Qol qaldı düpbədir. İndi o qolu istifadə elə bilir. İstifadə et. Ne olar istifadə? Bundan sonra sol şəraitində siz zərbə də vura bilərsiniz. Dirsək də vura bilərsiniz. Və götürdünüz çiyin. Qaydası üzrə nədir? Çiyin, sinə, qol altı. Götürün. Saxlayın. Alıq saxlayın. Ben travmaları yenilədim. Gördüğünüz anda olmaz. Gəl. Buradan bıçağı saxlamışım. Tutada bilərik, burada da bilərik. Ve buradan aşağıya da salabiliriz. Bize lazım olsa burada da ağzını kapandı, böyle burada da olmasında sınırlanacak bu bileğinden bıçağı alır. Bir tane de yavaş yavaş sözlerim daha yumuşak olur. O boş şeyde yazanlar böyle değil. Dola getirip böyle olur. Gel. Yavaş gösterin dayı. Sakladım. Ne oldu lan? Aşağıda. Bir de göstereyim uşaqlara daha aydın dillə. Deməli, sol ayağım qabaqdadır bu senaryoda. Və çəkilirəm. Kənara. Əllər, qolla, dirsəylə. Biraz sol ki çəkilim. Çəkildim. Sağ əlim keçir. Qolunu da dirsəyə götürür. Sol əlim üzünə, çiyinlə yürür. Buranı mörtür saxlayıram. Yavaş edəcəm. Sonra üz zərbə ilə vuruldu. Sinə, çiyin, qol altını sanki belə götürürəm, geniş saxlayıram. Bundan sonra bunu burada sıxıb biləyini boşaldıram. Və buradan da sol ayağı atıram dala. Daha sonra tutmuşum buradan əldən fırlatmalıyam bunu. Fırladanda təzə başlayanlar belə işləyirlər, fırladırlar. Çöldəki amma belə getmir. Ben belləsəm deyəcək ki, abi dəqiqə, hara, getmə görüm. Hop, hara gedir. Ona görə qolunu qatlayırım, ağırda alım burada. Belə elə belə olmur. Bir de göstərəm. Bir, iki. Sağ ol. Buradan fırlatmaq istəyirik. Bunları bıraxdırana. Qaytalar. Bu hissəsini göstərək. Yabır. Yox, ekstra. Buraya. Buradan. Belə mümkündür, rəqib fırlanır. Buradan dirsəyə ağır verərik və yaxud bizim zalda profesyonellar işləyəndə bunu qaldırıb buradan sizə isə nə lazımdır? Əllə aparmaq. İndi onda yavaş-yavaş düzəndələyək. Sən qaptas elədim, bilirəm, düzəndələyək. Axırıncı söz ver. Uşaqlar başa düşdü, hər şey qutar. Yavaş. Kömək edəyək. 2. Bunu saldır. Hayır, sonucu mən işlənəmdən öz sağ. Başa düşdü. Vəziyyət bu. Buradan aşağı. Buradan tuz dükkanına. Sol əl qalır burada. Sağ əl dirsəyə. Və düzünə apara da bilərsin. Bax, deyib apara bilərsin.
Bakın hansında siz daha uzun işləyirsiniz. Çox. Mənə deyir ki, son sertifikamız. Buradan da etkiləşələr çox sağ olun. Allah rəhmətli baxsın. Allah özünüzlə federasiya etmək. Belə. Gəlin bu bir daha prov edin.